Deyəcəm bir bunun sifətini sizə göstərim, baxın. Bu biri 54 yaşlı növbəti adam da TikTokda cəmiyyətə qarşı hörmətsizlik eləyən bir şəxsdir. Baxın, iki xəbər oxudum. İkisi də ki, kişi xeyirxahları. Niyə özünə hörmət eləyən kişi yaşına, başına baxmadan TikTokda kimlərinsə ünvanına təhqiramiz fikirlər səsləndirməlidir. Nə üçün səsləndirməlidir? Və yaxud da ki, niyə 54 yaşlı bir kişi yalandan jurnalist bloger adı altında sosial şəbəkələr girməlidir, onu bunu şantaj eləməlidir. Ümumiyyətlə kişiyə yaraşandırmı bu? Evinizdə ən azı sizi dünyaya gətirən bir ana var. Çünki heç birimiz kiminsə üfürdüyü nəfəslə dünyaya gəlməmişik. Heç birimiz kiminsə duası ilə Allahım sən filan kəsə filan uşağı ver duası ilə göydən enməmişik. Sonuçta hər birimizi dünyaya gətirən bir ana var. Çoxmu çətindir evinizdə olan ananıza hörmət eləyəsiz? 2 dənə xəbər oxuyuram, ikisi də kişidir. Hansı kişilərdir? Sosial şəbəkə cəngavərləri. Hansı kişilərdir? Qollarını bu boyda şirdənlər. Bir ikisi var idi, baxdım, dedim Allahım bunun cəmdəyinə bax. Sən buna nə yazasan? İdmanla məşğul olan qol az qalır ki partlasın. Yazdığına baxırsan, deyirsən ay Allah, bu heç olmasa öz şəklinə kənardan baxmır. Mən baxıram bunun boyundan utanıram, bunun özü görəsən boyundan utanmır. Belə insanlarla bağlı mübarizə aparmaq lazımdır. Yoxsa ki, tökülüşürləri Azərbaycan qadınlarının üzərinə. Amma öz taytuşlarımızı da nəzər salın da. Görün nə işlə məşğuldurlar. Kişi ilə söhbət eləyir. Valla kişi-qadın müzakirəsi ilə bir sosial şəbəkələrdə. Və özünə hörmətindən kiminsə xanımı haqqında orada bilib-bilmədən ağzına gələni yazmır ki, sonra da bu şəkildə həbsə atılası olsun. Çox təşəkkür edirəm hüquq mühafizə orqanlarına. Bu insanları xüsusi olaraq təmizləmək lazımdır sosial şəbəkələrdə. Çünki bunların əlindən nə normal xəbər verə bilirik, bunların əlindən nə düzgün fikrimizi ifadə eləyə bilirik ki, indi müəyyən bir qisim tərbiyəsi olmayanlar tökülüşəcək ora. Əvvəllər deyirdilər ki, danışanda niyə demədi bəzisi? İndi də bəzisi deyirsən, deyir ki, bəzi adı altında bütün hamıya şamil eləyir ifadəsini. Yəni bu qədər çətin insanlarla bir ortamda yaşayırıq biz.